Bu şirkətin məhsulu niyə yoxdur deyənlər üçün bir video çəkirəm ki, şirkətin məhsulları var və mən indi sizə onları göstərəcəyəm. Dünyada 2 cür məhsul var artıq. Əllə tutulur, gözlə görülür, gömrük keçən sertifikatı olan məhsullar və əllə tutulur, gözlə görülməyən digital, rəqəmsal məhsullar vardır ki, bu şirkətin məhsulları artıq rəqəmsal məhsullardır. Mən onları indi sizə göstərəcəyəm. Və bu gün şirkətin heç kimə ehtiyacı yoxdur ki, bu gün marketinq dayandı. Şirkət dayanacaq. Xeyr, şirkətin elə gözəl məhsulları var ki, artıq dünya ondan istifadə edir və zamanında mən də istifadə edib nəticəni görüb hər kəsə onu göstərəcəyəm. Baxın, bu mənim kabinetimdir. Hər kəsin bildiyi kimi bizim kabinetlərimiz var. Biz orada öz pulumuzu anında çıxarış edə bilirik. İstədiyimiz qədər də qazanc əldə edə bilərik. Deməli, biz sistemə daxil oluruq. Hər kəs bunu öz kabinetindən niyə buranın məhsulları yoxdur deyən insanlara göstərə bilər. Burada produktu partner yazılıb. Partnyor məhsullar. Və biz ona toxunuruq, gedək doğrudanmı bu sistemin hansı məhsulları vardır? Və şirkət öz məhsullarını yaratdı öncə. Ondan sonra baxdı ki, hər hansı bir mağaza açırsan, adi bir balaca bir butik açırsan, balaca bir mağaza dükan açırsan, ora müştəri toplamalısan. Və şirkət düşündü ki, müştərisini toplamaq üçün hansı yol daha yaxşıdır və düşündü, belə bir yola əl atdı. Və marketinq. Crowdfunding üsulu marketinq. Crowdfunding insanların bir-birinə könüllü maliyyə dəstəyi nəticəsində yaranan möhtəşəm möcüzə bir biznesdir ki, artıq bir çox şirkətlər bu üsulla, bu bizneslə çalışırlar ki, ən böyük gəlir verən sahədir. Heç nə alma, heç nə satma. Ömründə bir dəfə qoyduğun pulla istədiyin qədər pul qazan. Və şirkət heç vaxt məcbur etmir ki, gəl məhsullarımı al, ondan sonra başla qazanmağa. Qazanandan sonra da məcbur etmir. Amma məhsul o qədər gözəldir ki, bunu dünyada olan insanlar istər-istəməz alırlar. Və şirkət istəsəydi reklamla öz reklamını edərdi, YouTube'da, xəbərlərdə, televiziyada, hər bir yerdə, amma hər birimiz bilirik ki, bu gün reklamlara heç kim baxmır. Reklamlar sözü gələndə hər birimiz keçirik başqa bir səhifəyə. Bəlkə də o reklam bizə o qədər xeyirli bir şeydir ki, bizim önümüzə açan bir şansdır, amma biz buna baxmırıq. Və sistem də bunu bildiyi üçün əldən ələ ötürmə, tövsiyə deyilən, network bir tövsiyədir. Belə bir biznes yaratdı ki, hər kəs bir-birinə bu qazandı tövsiyə edə-edə böyük bir marketinq yarandı. Və biz marketinqdən istədiyimiz qədər qazanc əldə edə bilərik. Gördüyünüz kimi burada Magnetic Gold şirkətin bu botudur, çalışan botdur. Bunu alırıq biz. Baxın, burada ödənişi var. Kvartaldan kvartala $125, bir illik isə $300. Biz $300 verib bu robotu alıb içinə də istədiyimiz qədər könüllüdür pul qoyarsaq, biz yatarıq, dincələrik. Robot yatmadan, dincəlmədən bizim üçün orada alqı-satqı edəcəkdir. Gözəlliyə baxın. Və bu gün bunu bir çox ölkələrdə rusların çoxusu istifadə edir. Və burada marketinq dərsləri var, traderlik dərsləri var. Gələcəkdə şirkətin bir çox platformaları yaranacaq. Bir də onu nəzərinizə çatdırın ki, artıq şirkətin geyimləri yaranır. İtalyan məhsullarından brend geyimlər hazırladır şirkət və onların baha olacaqdır. O qədər də ucuz olacaq çünki brend mallar bilirsiniz $2500-$5000-dan başlayacaqdır ki, biz onları hələ ala bilmərik istəsək də bizim üçün maraqlı da deyil. Bizim üçün maraqlı olan buranın marketinqidir ki, gəl kiçik məbləğlə ömründə bir dəfə ödənişini et və qazan. İndi isə şirkətin reklam platforması var. Mən onu da sizə göstərim. Həmin reklam platformasını dünyada olan insanlar pullu reklam yerləşdirə bilirlər bura. Gördüyünüz kimi baxın, burada pullu reklamlar da vardır. Burada hər kəs məhsulunu belə yerləşdiribdir. Amma hələ ki Azərbaycanda biz bunu edə bilmirik. Yaxında bütün ölkələrdə bunun istifadəsi olacaq ki, biz də öz məhsullarımızı, satdığımız evi, torpağı, həyəti, hər bir yeri burada reklam edə biləcək. Və bu gün sistemin bizə ehtiyacı yoxdur ki, Zöhrə xanım gəlsin burada komanda qursun, mən qazanım. Əlbəttə ki, bizdən onlara da xeyir gedir. Çünki bu işin başında duran onlar da bizim kimi səviyyədən, referaldan qazanc götürürlər. Amma bu o demək deyil ki, onlar gözlərini bizə tikirlər. Biz bu gün özümüz üçün çalışırıq, özümüz üçün pul qazanırıq. Və mən bu gün irəliləricə gedib rusların ardına düşürəm. Tembol bir yerə düşməliyəm, havada qalmamalıyam. Bu bir sistemdir və heç də narazı deyiləm, çünki mən özüm üçün pul qazanıram, harasa düşməliyəm. Baxın, görürsüz məhsullara. Burada toxunduqca bu rəqəmlərə məhsullar hamısı bir-bir reklamlar, hər şey qoyublar burada gördüyünüz kimi. Yəni kim hansı məhsulunu, evini, torpağını, maşınını istədiyi kimi burada qoyub sata bilər, reklamını edə bilər. Görün bir nə gözəl bir platformadayıq və mən çox sevirəm ki, bunun bizim üçün kosmetika filan məcburi yoxdur ki, biz onu hər ay alaq, aylıq bal sıfırlama, faiz düşmə, karyera düşmə. Mən buna görə burdayam ki, onların heç biri burada yoxdur. Və mən bu gün hansı məhsulu sevirəmsə, gedirəm həmin məhsulu alıram, tək-tək istifadə edirəm və orada işləyən birinə deyirəm ki, bu məhsulu mənim üçün vur, mən bunu bəyənirəm, alım. Məhsul şirkətləri istifadə etsindir və bütün şirkətlərin liderləri birləşsək bu gün belə bir gözəl platformada çalışsaq birlikdə. İnanın ki, insan var ki, bir ay aldığını ikinci ay ala bilmir, xoşu gəlir, bəyənir, ala bilmir. Biri o şirkətin, biri bu şirkətin məhsulunu sevir. Amma onu almaq üçün pul ehtiyacdır axı. O pul da burdadır. Buradan qazanın, gedin məhsul şirkətlərindən istədiyinizi alın, istifadə edin. Hər ay yenib oluna və oradan da qazanacaqsınız, buradan da qazanacaqsınız. Sağ olun, salamat olun. Buradan istədiyiniz qədər qazanc əldə edin, milyoner olun. Çünki bu şirkət az bir müddətdə 3 il ərzində 66-cı milyonerini yetişdirdi. Heç yerdə belə bir möcüzə yoxdur və bu milyonerdən biri də siz, bizlər olmalıyıq mütləq. Sağ olun, Allaha əmanət olun.